Gəlin insan hüceyrələrində bəzi molekulyar maşınların işinə nəzər salaq. Məsələn, DNA'nin və kinezin zülal strukturlarından yaranmış kiçik nanorobotlardır. Bu robotlar canlı hüceyrələrdə çox iş görür. Onlar mikroborucuqlar üzərində addımlayırlar ki, bu mikroborucuqlar da mürəkkəb zülal strukturlarından ibarətdir. DNA'nin və kinezin müxtəlif yükləri tutub A nöqtəsindən B nöqtəsinə daşıyır. Nanorobotlar yükü təsadüfi şəkildə tutmur. Telefon adaptoru kimi bu adaptor qarmaqlarının mürəkkəb sistemi mövcuddur. Hər bir yük üçün öz adaptor zülalı var və o alınır, açar qıfıl prinsipi ilə yükdəki başqa bir zülala qoşulur və yük daşınır. Yəni robot əvvəlcə lazım olan adaptoru alır, sonra yükün yanına gedir və lazım olan yükü götürür. Sonra isə yükü səhvsiz olaraq A nöqtəsindən B nöqtəsinə daşıyır. Kiçik hüceyrədə bu nanorobotların gəzdiyi və yük daşıdığı 10 minlərlə borucuq var. Xaotik deyil, əmri yerinə yetirib, dəqiq olaraq həmin hüceyrənin ehtiyacı olan yükləri tam olaraq onların lazım olduğu nöqtəyə daşıyır. Nanorobot yükü B nöqtəsinə daşımazdan əvvəl mikroborucuq şəklində bir yol quraşdırılır və yüklər çatdırılan kimi mikroborucuq sökülür və başqa yerdə yığılır. Bu ona görə edilir ki, hüceyrə öz elastikliyini qorusun və sərt mikroborucuqlarla həddindən artıq yüklənməsin. Mikroborucuqlar da xaotik şəkildə deyil, müəyyən bir algoritmə və ciddi əmrə, eləcə də hansısa şəkildə DNT-də yazılmış layihəyə uyğun olaraq yığılır. Sizin hər birinizin içində bu videoya baxdığınız an molekulyar səviyyədə minlərlə proses baş verir. Bütün bunlar güclü mikroskoplarla çətinliklə görünən bu zərrəcikləri öz əmrinə tabe edən yaradanın qüdrətinin göstəricisidir. Bu kiçik bir hüceyrənin daxilində baş verən proseslər həqiqətdə çoxlu işi yerinə yetirən zavad və ya fabrikin mikroskopik variantıdır. Dünyanın quruluşunun mürəkkəbliyi və gözəlliyi bizə bütün bunları yaradanı təsdiq etməyə yönəldir. İnkar edənlər isə üzləşəcəkləri nəticə ilə heç kimi qınamamalıdırlar.